Oxçu oğlu əfsanəsi. Keçmiş zamanlar bir obada aslan ürəkli, igid bir cavan yaşardı. Onun adı Bəxtiyar idi. Atası ox düzəldən olduğu üçün il arasında çox zaman onu Oxçu oğlu adı ilə çağırardılar. Bəxtiyar öz gözəlliyi ilə bütün eldə məşhur olan Zeynəbi sevirdi. Hər iki gənc əhd-peyman bağlayıb, fürsət düşdükcə gizlincə görüşərdilər. Oxçu oğlu öz igidliyi ilə el-oba içərisində nə qədər tanınmışdısa, Zeynəb də bir o qədər öz cazibədar gözəlliyi ilə eldə məşhurmuş. Öz varına, dövlətinə güvənən hər kəs bu mələk təbiətli qıza sahib olmağa çalışırmış. Qapıları səhərdən axşama qədər elçilərlə dolu olarmış. Fəqət Zeynəb heç kəsə könül verməzmiş, o yalnız Oxçu oğlunu sevir, onunla gülür, onunla qanadlanırmış. Lakin Zeynəb Bəxtiyarı sevdiyini heç kəsə deyə bilmir. Bəxtiyara bir xəsarət yetirəcəklərindən qorxurmuş. Günlər keçir, Bəxtiyarla Zeynəbin məhəbbəti 1-ə 1000 artır. Bəxtiyar eşqinə and içir. Qarşısına ölüm belə gəlsə, bu yoldan dönməyəcəyini bildirirdi. Zeynəb isə bu təmiz məhəbbəti sona qədər ləkəsiz və əziz saxlayacağına söz verirdi. Yaxşı demişlər, sən saydığını say, gör fələk nə sayır. Bəxtiyarla Zeynəbin məhəbbəti get-gedə dillərə düşür. Zeynəbin eşqi ilə ürəkləri döyünən başqa dəliqanlılar da bunu eşidib Bəxtiyardan intiqam almaq fikrinə düşürlər. Obaya bahar bayramı gəlmişdi. Belə bir bayram günü cavanlar at çapıb sürəyə durmuşdular. Bəxtiyar da onların içərisində idi. Dəliqanlılar obanın kənarındakı meşəliyə çatanda bir ceyrana rast gəlirlər. Hay vurub ceyranın dalınca at çapırlar. Ürkmüş ceyran özünü meşənin dərinliklərinə vurur. Sürəkçilərin bir qismi ceyranın dalınca at çapır. Bəxtiyar da onlarla birlikdə atını çapıb meşədə gözdən itir. Çox keçmir ki, o dalınca gedənlər qayıdırlar. Ancaq Bəxtiyar gəlmir. Bunu görən Bəxtiyarın dostları onun dalınca yenidən meşəyə qayıdırlar. Çox gəzdikdən sonra onu yaralı halda tapırlar. Sən demə Zeynəbin eşqi ilə hələ də ürəkləri döyünən cavanlardan biri Zeynəbə sahib olmaq üçün Bəxtiyarı gizlindən oxla vurubmuş. Obaya xəbər çatır. El axışıb gəlir. Zeynəb də ellə bərabər gəlir. O Bəxtiyarı yerə uzadılmış görüb, xan babasından belə çəkinmədən özünü onun üstünə atır. Bəxtiyar, əzizim, de hansı namərd sənə qıydı, de hansı əli qurumuş sənə ox atdı, deyərək göz yaşı axıdır. Zeynəbin səsini eşidən Bəxtiyar gözlərini açır. Onu gözü yaşlı görüb güclə pıçıldayır. Bu dağda maral azdı, ovçu çox, maral azdı. Ağlama, xumar gözlüm, ölmərəm, yaram azdı. Zeynəb Bəxtiyarın asta-asta tərpənən dodaqlarına baxıb göz yaşı axıdırdı. Artıq Bəxtiyarın gözləri qürubə enmiş, günəş tək son şüalarını da itirirdi. Bu zaman qulaqlarda səslənən fəryadlarla dolu
bir bayatı hamını diksindirdi. Mən aşiq göyəm yerlər, göyərmiş göyəm yerlər, mənə nişanə qaldı, ayağım dəyən yerlər. Bu Zeynəb idi. El Bəxtiyarın cənazəsini obaya aparmaq istərkən, Zeynəb onu heç yerə buraxmayacağını bildirdi. Elin təkidinə baxmayaraq, Zeynəb sözündən dönmür. O, vəfalı sevgilisinin qəbrinə keşik çəkib, burada qalacağını bildirir. Zeynəb Bəxtiyarı meşə kənarında, bulaq başında dəfn edir. Bəxtiyarın yoldaşlarından bir neçəsi də onunla qalacaqlarını bildirib, obaya qayıtmırlar. İndi o vaxtdan neçə qərinələr keçibdir. Deyilənlərə görə, Zeynəbin çadır qurub qaldığı yer sonralar böyük bir kənd olub. Həmin kəndin adı isə Oxçu oğludur. Babalardan, ululardan bizə hər nə qalıbsa, onlar əzizdir, toxunulmazdır. Bu yadigarlar qanı qanımızdan, canı canımızdan olanlara böyük sayğıdır. Eyni zamanda tarixdən gələn səslərə sevgi dolu bağlılıqdır. Hər ulus öz dilində görünür. Bu dilin bir parçası da yer adlarımızdır. Niyə yer adlarımız bu qədər dəyərli, bu qədər əzizdir? Yer adları tarixin yaddaş kitabıdır. Bu kitabın yarpaqlarında bir elin, bir oymağın keçmişi, ağrı dolu, sevinç dolu yaşantısı, günlük güzaranı yaşayır. Yer adlarımızı öyrəndikcə elimizin yüzilliklər arxasında qalmış keçmişi öz gizlincini açır, aydınlaşır, durulaşır. Ozanlarımızın, aşıqlarımızın yerə, torpağa, doğma yurda bağlılığı yer adlarından bir daha bəlli olur. Alar ustad alı, nə qədər dolanım Turan elini, yenə öz torpağım yadıma düşdü. Sarı nər yaylağı, Göyçə mahalı, öz gözəl oylağım yadıma düşdü. Dədə Ələsgərin qoşmalarındakı torpaq qoxusu, yer havasını verməkdə bu adlara əvəz varmı? 40 qız alaqaya, çil göz narışlar, Muroy uzun yoxuş, dəli dağ qoşqar, hansı oğul deyin sizi unudar, düşərmi el sizdən aralı yaylaq? Azərbaycan oymaqlarını, yerlərini, yurdlarını bir-birinin ardınca sıralasan, gözəl bir qoşqu, arıca duruca bir güzgü alınar. Qulaqların bir axar, dodaqlarında bir silav cığnam-cığnam cığnayar. Əsim-əsim əsər keçər. Dolaylar, ozanlar, sarı yoxuş, dərə yurd, daşdı güney, sarı yamaca, qıvraq, qız qayıtdı, işıqlı, gün qışlaq, gündüz qala, ərən qala, Oğuz dərə, Uludaş, umudlu, 3 gün qışlaq, 3 oğlan, uzun ova, xatınca.